Necə ləzzət eləyir, necə ləzzət eləyir. Ramin bugün nə başı qarışıqdır, mən bunu başa düşürəm. Ramin necə? Dindirərdən məni sən fürsət olanda, vəslində bizə viran qismət olanda, məni sürgünlə pərişanlığa saldı. Bir gün dərdimi asaram cəmiyyət olanda, yüzlərlə çox cəfa etsən mənə, canım gözüm cəfa etsən mənə, inan bu könlüm heç unutmaz sən. Yüzlərlə çox cəfa etsən mənə, canım gözüm cəfa etsən mənə, inan bu könlüm heç unutmaz sən. Ceyhun necəsən? Sağ olasın. Ceyhun axırıncı gələm sənin çəkəndə Xəyyam günlərində sintisat qalırdı. Yadına gəlir. Sən ifa edirdin, Xəyyam da oxuyurdu. Biz de Atatürk'ten biz de mən çox şəkilliklərdən dostlar. Allah xeyir Nə ölənlər rəhmət. Amma Atatürk həmişə sənə arzulayıram ki, həmişə belə xeyir işlərdə olsun. Amin. Allah ki, sənin sinirində cəmi, Allah tüm balaları sağlasın. Allah sağ Sən ol. bilirsən ki, mən sənin öz elə mənliyinlə, cahilliğinlə fəxr edirəm. Çünki sən üzvə deyirəm ki, özünü tanıyırsan. Yo, Ceyhun ürəkdir. Biz Ceyhunu Xəyyama görə tanımışıq, ondan sonra hələ özünə görə tanımışıq. Sağ ol. Allah Rəşadın da qapısını açsın. Amin Ceyhun, amin. Əsas söz budur. Qurban etsin. Allah Rəşadın qapısını açsın. Həli. Behram gəldi. Əmi oğlum da buradadır. Behram da gəldi. Allah can sağlıq versin. Səni gördüm şad ol. Sağ olun. Hamını görəm elə şad ol. Tərk etmə. Sağ ol. Sağ ol. Öpürəm. Bak, Allah'ını. Öpürəm səni. Buyurəm oğlum. Sözüm var. Amin, amin. Amin, amin, amin atam. Allah Rəşadın qapısını açsın. Sağ ol Behram. Öpürəm, sözünüzə müqayət olun.